Salam hörmətli izləyicilər. Bu gün də yenə EMAŞİM-dən bir maraqlı sualı izah etmək istəyirəm. Bu cədvəl sualıdır. Burada qeyd olunur, yəni iki xüsusiyyət qeyd olunub, doğru yanlış seçməliyik. Amma belə cədvəllərdə uşaqlar diqqətli olmalıyıq. Əgər burada ortaq xüsusiyyət yoxdursa, yəni aşağıdan ortaq xüsusiyyəti qeyd olunmayıbsa, onda biz hər cümləyə uyğun fikirlər seçirik. Artıq biz onların ortaq xüsusiyyət kimi götürülənləri yanlış hesab etmirik. Demək, üçbucağın qarşısına yazılıb Zakir, qısası xeyir. Yəqin ki, aydın mümkündür. Birinci cümləni təhlil etsək, Zakir xitabdır, qısası ara sözdür, xeyir ədatdır. Burada cümlə üzvü yoxdur uşaqlar. İkinci cümlə, yəqin ki, ara sözdür, aydın xitabdır, mümkündür, ismi xəbərdir. İndi doğru fikirlərə baxaq. Birinci cümlə haqqında bir cümlə üzvü adlı halda olan sözdə ifadə olunur. Əslində ilk baxışda doğrudur. Adlı halda olan bir söz var, amma cümlə üzvü deyil. Çünki xitabda ona görə yanlışdır. Bunu çıxırıq. İkinci cümlə haqqında düzgün fikir, suala cavab verən cümlə üzvü yoxdur. Bəli, ikinci cümlədə cümlə üzvü var, amma bu predikativ söz olduğundan və yaxud söz xəbər olduğundan mümkün, lazım, gərək, bəs kimi sözlər suala cavab vermədən xəbər olur. Bu doğru fikirdir. Üçüncüsü yanlış tərəfdədir. Qrammatik əsası yoxdur. Birinci cümlənin doğrudan da qrammatik əsası yoxdur, amma bizə yanlış lazım. 3-ü çıxırıq. 4. Sintaktik təhlil mübtəda xəbər sxeminə uyğundur. Sintaktik təhlili yoxdur ümumiyyətlə, çünki cümlə üzvü yoxdur. Amma burada yazdığım mübtəda xəbər sxeminə uyğundur. Bu yanlışdır və götürürük. 5-ci cümlə. Xəbər mübtəda ilə şəxsi və kəmiyyətə görə uzlaşır. Xəbər var, düzdür, amma burada mübtəda yoxdur ki, biz onu uzlaşdıraq. Bu yanlış fikirdir, biz götürürük. Cavabımız oldu uşaqlar. 2, 4, 5 və D bəndi. Əgər yararlı, faydalı oldusa, videomu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Sağ olun.